Mümkündürmü ki, insanın içində iman olmasın, insan elə zənn eləsin ki, onun imanı var? Qətiyyətlə deyirəm ki, mümkündür. Vallahi mümkündür. İnsan çox dərindir. Mümkündürmü insan bilməsin imanı nə qədərdir? Təbii ki, mümkündür. Mümkündür ki, insanın imanı olsun, insan özü də bilsin ki, imanı var və elə zənn eləsin ki, imtahanlarda bu iman ona bəs eləyəcək, sonra imtahan vaxtı üzə çıxsın ki, sən demə bəs eləmirmiş. Bəli, bu da mümkündür. Mümkündür. Mümkündür insanın imanı olsun, bugün sabah olmasın? Bəli, o da mümkündür. Quran buyurur ki, iki cür iman var, müstəvdə və müstəqər. Müstəvdə gəlib gedən imandır, müstəqər möhkəm qalan iman. Bir sual da verim, elm və təcrübə imanı artırır yoxsa yox? Bəli, artıra bilər, amma artırmaya da bilər. Oxuyarsan, imansızlığın daha da çoxalar. Əməl eləyərsən, namaz qılarsan, biraz da azğınlaşarsan. Mən bunu sizə necə dəfə demişəm, Allah deyir, vallahi Allah deyir ki, Quranda deyir, cəhənnəmin içine apararsan bəzisini, odu da dadar, cəhənnəm odunu dadar, sonra xahiş eləyər, qaytar dünyaya, qaytarsam, yenə inkar edər. Bundan artıq nə elm istəyirsən, gedib təcrübədən keçirdib, gör bu iman nədir, nədir bu iman? Gəlin də bu müəmmanı həll elə ki, bəziləri cəhənnəmi görüb dünyaya gəlsələr, Allah deyir, yenə də inkar eləyərlər. İndi gəl müəyyən elə. Bunu Quran deyir, axı, Quranı necə inkar edək? Hədis olsaydı deyərdi, sənədi zəifdir. Quran ayəsidir. Bu qədər biləndən sonra da inkar edir, bəli. Asan deyil biləsən. Mənə yol göstər, mən imanımı artırım. Çətindir, konkret yol göstərmək olmur. Birinə deyərsən, get sədəqə ver, sən demə, birdən bəlli olar ki, bu sədəqə verməyə elə meyilli adamdır. Bəzi adamlar var ya, xoş deyir də əl açıqdır. Buna da göstəriş versən, gedir rahatlıqla onu eləyir. Amma heç imanı artmır. Çünki içində bir şey var ki, ona uyğun göstərişdir. Birinə deyərsən, get namaz qıl, adam var təbiətən ibadətə meyillidir. Namaz qılır, qabağa getmir. Burada çıxış yolu budur ki, çətin olan şeyləri tapasan. Nəyi çətinliklə eləyirsən, onu axtarıb tapasan. Birinə deyərsən, ata-anava yaxşılıq elə. Sən demə, bu elə ata-anasına şiddətli, lazım olduğundan ifrat dərəcədə bağlıdır. Yaxşılıq elədikcə biraz da azğınlaşır. Mənası bu deyil ki, insana namaz, ya Allah yolunda sədəqə vermək, ata-anaya yaxşılıq eləməyi tövsiyə etməyəsən. Mənası budur ki, hər insanın öz düyünləri var, öz çətinlikləri var. O çətinlikləri özü kəşf eləməlidir. Adam var həmin namazla zirvəyə qalxır, adam var həmin namazla uçuruma düşür. Adam var həmin valideynə yaxşılıqla insanlığın zirvəsinə qalxır, adam var o yaxşılıq eləyir, heç zərrə qədər halına təsir qoymur. İnsan gərək heç nəyinə söykənməsin.